Kanalizasiya bu gündən işə düşmür. İcra başçısının üstünə düşürlər. Adı İlham İsmail. Ona cavab verən qurum var. Çıxsın ortaya, cavab versin. Mən de məcburam, müvafiq qurumlara müraciət edeyim. Yaşıllıq sahələrinin bir suyunu kəstirir. Bəli, razıyam, qanunsuz istifadə olmaz. O kim çəkib o suyu ora? O xəttləri kim çəkib ora? Sizin xəttə kim müdaxilə edib ki? İndi Elmar müəllim gəlib onları aşkarlayır. Xəbərdarlıqsız kəsir, elə cərimə də yazır idarəyə. Başa düşmədim. Birincisi, yaşıllıq sahələrini qulluq eləmək üçün idarə var, qulluq eləmək üçün. Və su verilirsə ora, suvarma suyu verilirsə, ya sizin xəttdən deyilən kimi su verilirsə, kəsmək yox, bir məsələ qoymaq lazımdır. Ya onun pulunu ödəyək, sayğacı qoy, pulu ödəyək. Pulu ödəyək. Yaşıllığı mən batıran varam. Ya Elmarın deyil, özü ilə gətirməyib buraya yaşıllığı. Ya mənim deyil. Yaşıllıq amma olmalıdır bu şəhərin. Nə kəsirsən özə, sosial şəbəkə yönündə işıqlandırırsan. Sizə aid nə qədər nöqsanlar var bu şəhər? Şəhərdə küçə qalmayıb dağıtmadığınız. Bir dənə küçənin asfaltından ötər, deyəcəm indi, hazırlıq məhkəməyə verəcək sizi, idarəni, qurumu. Ondan aldığımız pulla il boyu yaşıllığın suvarma pulunu çıxardacaq. Nədir bu, nə hərəkətdir bu, düşüb yaşıllığın canına? Razıyam mən. Qanunsuzluğa qarşı mübarizə aparaq. Amma yaşıllığı məhv edənlər diqqətiyəm. Təkrarən deyirəm, mən buna axır məcbur oldum, orada xaricdəydim mən. Mən görəmişim, ay ki, dayan bir gözlə, hövsələn olsun. Nə kəsirsən gündə? Ya təkliflərini baxaq, məsələn, mənim də məlumatım yoxdur. Varsa elə qanunsuz istifadə, gəlib qabağını alaq. Yəni, alternativ variant tapaq. Yaşıllığı mən məhv eləməyə qoymayacaq. Həmişə deyirəm, su ambarı başımızın üstündə, Kürt sahədə şəhərin ortasında. Yaşıllığı sulaya bilmirik. Niyə? Sulayacağıq və saxlayacağıq bu yaşıllıqları. Səymişik maksimum özümüz suvarma xətti. Özümüz daxil imkanlarımızla. Amma bunu qoruyub saxlamaq üçün bugün, yenə deyirəm, kömək eləmək, gəlin kömək eləyək. Hərə bir yerdən sanksiya tətbiq, dünən şəhəri gəzib, baxıram, bütün kanalizasiya, o bağlar masivində də, fərdi sektor olan ərazidə, Mingəçevir kənd yaşayış masivində, elə şəhərin girişindəki rezerv yol deyirik, şəhidimizin adına olan, biabırçala salınıb Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən. Düzləmlərimiz nə gündədir? Biz bunları qabartmırıq sərt şəkildə. Deyirik, biz sizə deyirik, gəlin eləyin, gəlin aradan qaldırın. Bu nədir? Gedib kəsib sanksiya tətbiq edirsən dərhal. Söhbət, yenə deyim, yaşıllıq sahələrindən gedir. Sonra cavab vermək lazımdır. Bütün küçələrimiz bərbad haldadır. Bir küçənin bərpasına sizin 3-4 illik bizdən suvarma suyu pul istəyirsiniz, bir küçənin təhsil o qədər vəsait lazımdır. Mən hesablayıram təxminən. Nə hərəkətdə olunur bu? O da lazım edir, bələdiyyə də lazım edir. Çünki bunlarda, bir dəqiqə, baxıram, sosial şəbəkədə ən çox sizin bu nöqsanlarınız icra hakimiyyətinə ünvanlanır. Belə şeylərlə, hələ götürüb cərimə də yazırlar idarəyə. Nə cəriməsi yazırsan sən? Mən sabah sizin yoldan istifadəyə görə, götürün yazın cərimələri bunlara. Özü 100 dənəsin birdən. Nə hərəkət deyirik? Bir-birimizə qarşı, şəhərə qarşı. Düzgün hərəkət deyil. Yaşıllığı qorumalıyıq. Yenə deyirəm, gəlib sən təkliflə çıx, deyilən ki, bax, belə bir şey var. Vaxtı ilə özünüz eləmişsiniz, biz eləməmişik onu. Məsələn, mənim xəbərim yoxdur. Bu yaxınlarda xəbər tutdum ki, hərdəsə 2 ay bundan qabaq, İslamzadə küçəsində Rəsuluzə ilə kəsişmədən o kiravar çəkməyə qədər hissəyə qoşulmayıb, sizin xəttdən istifadə edirlər. Dedim, kəsin. O saat dedim, ged asfaltı çək, ora qədər çəkmişik, asfaltı kəsdik, 2 tərəfini keçirdik öz xəttimizə. Mən oradan stadiona verirəm, məktəbə su verirəm, ağaçlarını sulamaq üçün. Bunlar görüb, harada, tez, özü böyük, özü çəkmişsiniz vaxtı ilə onu. Bunlar çəkə bilməz onu heç vaxt. Çəkmişsiniz, yerin bilirsiniz, gəlin təkliflə ortaya çıxın ki, burada bu problemlər var, vaxt qoyaqın, bircə həftə. Biz onun mənbəyini tapaqın, birləşdirəyin və sonra həll olunsun. Hala bunun üstündən o bir qurum var, təzə yaranan. O da ikinci cərimə yazır ki, biz də yazmalıyıq. Başa düşmədim sizi. Bir girin hələ işin içinə, suyunuzu qoruyun, mühafizə edin. Mən təmizlədirəm bu komxozun işçilərinə. Ondan sonra sən də cərimə yazarsan. Cərimə yazmaq nə yaxşı dövlət şiftir? Özə idarəni, rəsmi dövlət idarəsi. O kimisə şəxsi olsa, görüm elə yaxşı edirsən. Təkrarən deyirəm, kömək eləmək lazımdır. Onun üçün gəlmək lazımdır təkliflə. Ki, bax, əgər biz ona yox desək ki, çıx ged, onda hə, gedin nəsə eləyin.